Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə maşın bazarından salamlayıram. Bəzi izləyicilərim hər hansısa bir maşının çəkilişi ilə bağlı müraciət edir, düzdür. Həmən maşını çəkməyə çalışırıq, sadəcə olaraq sahibləri icazə verirsə. Əmoğlu, Allah bazar versin. Çox sağ ol qardaşım. Volga 31. Bəli, Volga 31-dir, qaz 31. Deməli 2008-dir. Maşın əvvəldən özümüzdə olub təzəliyindən. Cəmi də gediş yürüyüş probirki 140 mindir. Gedib kondisionerləndir. Kondisioner də var, bəli. Yaxşı deyir kondisioner. Maşın bəli, çox gözəl sazlarındadır. Motora əl vurulmayıbdır. Motor deyirsiz ZMZ motorudur. ZMZ motorudur, bəli, ZMZ-dir. Bunlar təxmin neçə olur gücü? 2-4 olur yoxsa? 2-4 motordur, bəli. Kondisioneri var, ideal işləyir. Maşında problem yoxdur. Heç nəyə ehtiyacı yoxdur, ancaq alan alıb sürməyə ehtiyac var. Hər şey gözəldir. Həqiqətən mükəmməl maşındır. Sadəcə olaraq maşınların biraz benzininə görə ehtiyat eləyir. Valla bu elə benzin içmir ki, bunların yanacağı, yəni ekonomi işindir. Bunlar bu 2008-lər ekonomi işinidir. Özə, yəni 8 trasda 8 yandırır. Şəhər arası, kənd arası, küçədə yəni 9-10 yandırır. Bundan artıq yandırmır. Yəni kim deyirsə, yəni o artıq da deyir. Adi 07 də yandırır. 07 var, 12 litr benzin yandırır. Niva'nın özü 12-13 litr yandırır. Niva daha çox yandırır. Ay sağ ol. Bu da ki, bir ton 450 kilodur bunların çəkisi. Yəni çəkisinə görə normalda maşındır. Yəni Mercedes'dən geri qalmayan maşındır. Rahatçılığı da hər şeydir, bəli, rahatdır, gözəldir. Heç bir problemi də yoxdur. Yəni istəyən varsa, olarsa, yəni müraciət eləyər. Kondisioneri vuranda maşını çox sıxırmı? Yox, yox, 2-4 motordur. Buna təsir də eləmir o. Yəni o tənzimlənibdir, zavod üstə gələndir. Mühərrikdə problem yox deyirsiniz. Heç bir yağ azalması, karobkasıdır, mostudur. Hamısı ideal vəziyyətdədir. Yəni bu maşının gediş probirki cəmi 140 mindir. Yəni indiyənə qədər altında çürük pası yoxdur. Heç bir çürüyü, heç bir şey pası ola bilməz. Yox, heç nəyə də yox. Periodda səs-küy. Heç bir şey tam ideal vəziyyətdədir. Yəni bu özümüz üçün müəllim adamı sürürük. Yəni elə olur ki, birdən maşın 2 ay yatır. Yəni sürülməyən maşındır. Təkərlərdəki yaxşı deyiləmi? Normaldır, bəli. Təkərlər normaldır, yaxşıdır. Dəyişilən nəsə varmı? Qapı, heç bir maşına kraska dəyməyibdir. Zavaskoy nədir? Bəli, Zavaskoy kraskadır. Heç nəyə də ehtiyacı yox. Nikkel hissələrində zədə görünür. O arxa nikkelin göstərə də bilərsiniz. Orada Zavaskoy onun xallamadır, bəli. Xallamadır, eləmi? Hə, onlarda dəyməyib heç ara yəni. Heç ara dəyməyibdir. Yəni baxa da bilərsiniz, heç nəyə yox. Yəni o özündən xallamada 2008-in maşıdır. Yəni onlar biraz ola bilər ki, nazikliyinə görə yəni suzad girir, qalır orada, elə o xallama var onlarda. Aynalar təmizdirmi? Aynalarda yoxdur ki? Bəli, tərtəmiz. Təmizdir, zədəsi yoxdur. Heç bir zədəsi yoxdur. Düymə ilə qalxırlarmı aynalar? Bəli, hamısı yox, hamısı düymə ilə. Dördü də düymə ilə qalxır, işləyirlər yəqin ki. Bəli, hamısı ideal vəziyyətdədir, işləyir. Pul sistemi necə? Pul sistemi də var, bəli, var, pul sistemi də var. Qiymətini də deyin siz bizə. Qiymətin belə deyirəm 8700-ə. Alan olsa, bəli, yəni ideal alıcı olsa razılaşacağıq, satacağım getsin. Təxmin nə qədər endirim eləmək olar? İndi baxır o mənlə onun arasında da, indi gələndə maşına yerində baxacaq, baxıb gələn adamdan asılıdır. Bəli, gələn adam gələyə danışacağıq. İndi mən bunu belə qiymət deyirəm, yəni o qiymətə satası deyil. Yəni ki, indi onunla mənim aramda aşağı-yuxarı söhbəti olacaq, razılığımız olacaq. Hara gəlsin? Harda baxa bilərəm? Mən Mingəçevir şəhərində yaşayıram. Mingəçevirə gəlsin. Telefon nömrəmi deyim, bəli, Mingəçevirdə yaşayıram. Deyə də bilərsiniz, görürlər də nömrənizi. Hə, 050 347 21 67-dir nömrəm. Allah bazar versin. Hə, çox sağ ol qardaş. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Sağ ol qardaş. Opel Astra maşınınızı satmaq istəyirsiniz. Bəli. Buyurun, məlumat verin bilək necə maşınınız? Maşının ili 2006-dır. Kosmetika problemi yoxdur. Bir üst dizeldir. Turbosunu yeni qoydurmuşam, yağını yeni dəyişdirmişəm. Təkərlər təzədir. Bir sözlə sərgəli maşındır. Nə vaxtdan sizdədir maşın? Maşın 3-4 aydır bizdədir. Necə tez satası oldunuz? Fikir başqadır. Ford almaq istəyirik yük üçün. Deyirəm, bəlkə sizi çox incitdi. Yox, heç bir problemi də yoxdur. Heç bir xərc tələb eləmir. Sənədi nədir? Etibarnamə mi, yoxsa form ton? Da vermişəm, bəli, etibarnamədir.
Sənədlərində problem yoxdur ki? Heç bir problem yox. Hər şey qaydasında. Test motor sığortası hamısı var. Alandan da ki xərc çəkicisi maşınınıza. Alandan özüm üçün əl gəzdirmişəm də, bəli. Mühərriki deyirsiniz 1.3-dür. Bəli, yağ dizeldir. yemək. Bəli. Necədir? Yağ azaltma, səs? Xeyr, heç bir şey yox. İstənilən yerdə yoxlatdıra bilərsiniz Allahın adına. 550 min göstərir. Yəqin ki, yığılmış olar mühərrik. Yəni yığılıbdısa, yəni 2006-nın maşınında ola bilsin yığılıb, amma yəni hansı motoristin yanına, ustan yanına apararsan qaydasındadır. Yəni yağ azaltmağı yoxdur, səs-küyü yoxdur, hər şey qaydasındadır. Turbosunu da özüm yenisindən əvəz eləmişəm. Yanacağı nə qədər yandırır? Yanacağı 4 litr. 4 litr yarım belə. Kondisioner də işləyirmi? Bəli, bəli. Korobka mexanikadır. Bəli. 5 dönə, 6. önə 6-dır. Bəli. Atma səsi yoxdur ki korobkada. Xeyr, xeyr. Peredokda vəziyyət necə? Hər şey qaydasındadır. Qranatların səsi yoxdur. Xeyr, xeyr. Peredok hamısı əladır. Arxa, qabaq hamısı əladır. Təkərlər yaxşı. Bəli, bəli. Təzəli təkərlər. Polda vəziyyət necə? Sürük yoxdur. Dəyişilən nəsə varmı? Detallardan, qapı, Xeyr, krem. xeyr. Kraskalanıbdır oradan buradan, amma dəyişilən yox. Maşınınızın aynaları da elə bilirəm təmizdir, qırıq-çat yoxdur, Xeyr, elə? heç bir aynasında çat-cızıq yoxdur. İşdə yaxşı. Bəli, bəli. Oturacaqlar da parça salon. Bəli. Cırıq sökük yoxdur ki. Xeyr, xeyr. Ön aynalar düymə ilə. Bəli, bəli. Pult bunlarda olurmu? Bəli, pul sistemidir. Bəli. Əlavədəki kim maraqlandırsa sizlə əlaqə saxlaya bilər. İndi barter fikrim vardı, indi baxır maşına. Necə maşınla barter eləyə bilərsiniz? Sovet olar, Ford Transit. Uzunlardan yox da balacalardan. Maşınımızın qiymətini də deyin bizə. 10.500. Son fikir ondu yoxsa? İndi real alandan aramızda indi olacaq da indirim. Görmək istəyən hara gəlsin? Şəmkirdə olur maşın. Şəmkirdə. Uğurlar arzu edirəm Sağ ol, qardaş. sağ ol qardaş. Çox. Siz də sağ olun. Qardaş Allah bazar versin. Sağ ol, sağ ol. 011 01 013 013 maşın. Export, bəli. Satmaq istəyirsiniz. Bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? Maşın 1986-dır. Sənəddə 013 gedir. Motor 01, sürün nivə yığılıb, korobka 4. Atma yoxdur, difirdə qram belə səs yoxdur. Maşın 6-da, yəni üstü kimidir. Yəni 6 kolonka, piyoner maqnitofon. Nə bilməyim, nədən deyim sizə? Sirenalarda işləyəsi gördüyünüz kimi. Ondan sonra maşında yəni problem deyilən şey yoxdur. Motorla da başım kimi cavabdır. Nə vaxtdan sizindir bu maşın? Maşın asab 2 ildir bizdədir. Etibarnamə yoxsa format olunub? Etibarnamədir. Şəhiddə olmuşam deyə keçsə bilmədim ki, gələndə öz adıma keçdim. İndi pul lazım olur deyə satıram. Yəni Yəni sənədləşmədə başqa problem olmuyor. Xeyr, xeyr, nə cəriməsi, nə sənədləşdirmədə heç bir şeydə problem yox. Alandan sonra xətt çəkibsiz yoxsa? Elə bu vəziyyətdə idi maşın. Alandan sonra bir cüt təkər almışam. Ondan sonra bəzi yerlərində də indi var da. Motorun azadlığına biraz xərc qoymuşam. Motorun yağ azaltması necə? Xeyr, xeyr, heç nə. Ya səsdə, nə bilim, motorun yağ azaltması zadı. Hər şey qaydasında. Bəli, bəli. Diferdə, korobkada Difir etiketi üstündədir. dəyişdirmisiniz? Xeyr, alandan yəni difir etiketi üstündə gəlib qram belə səs gəlmir. Ha, yaxşı deyirsən. Polda vəziyyət necə? Poldakı super. Çürük pas Xeyr, yoxdur. xeyr, Öz poldu super. yoxsa dəyişilib? Öz poldur. Tanqrat yerlərdə Hə, var. bəli, bəli, hər şey qaydasındadır. Peredokda səs-küy yoxdur. Xeyr, xeyr, perodok təzə yığılır. Maşında perodokdakı Kia perodaşkasıdır. Təkərlər də təzə. Bəli, 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 təkərlər təzədir. Dəyişilənlərin qalanını soruşaq da 86-dan indiyə Ola dəyişilər. dəyişənlər də 2 maşın yığılmadır da. İndi yığılma maşındır. Mən indi onu deyə Bilmirsiniz bilmərəm. dəqiq Yox, onu hansılardır? dəqiq yəni deyə bilmərəm. Yəni mən yalancı məlumat verə bilmərəm. Kosmetik işi yoxdur deyirsiniz. Kosmetik işi də yox, normaldır da. Normal vəziyyətdə. Bəli, bəli, normaldır. Aynalar da salamat Bəli, verilib. bəli, bəli, hamısı- qırıq çat. Xeyr, xeyr, heç nə yoxdur, qırıqsa. Şitdəki ki şit də özün gördüyün kimidirsə göy yığdırmış ha. Şotkalar da əmi deyir ki, Şotkalardan ilk gəldi, bəli, Zavasko üstünə gələndir. Şitindəki 06-da amma üstü çuxollanıb. Yəqin Bəli, qırıq çatı bəli. var olub. Yox, yox, çatı zadı yoxdur, prosta özün bəzək üçün öldürmüşəm da. Oturacaqlarda ic zavodun ki Bəli, bəli. deyirsiniz. İc. Sürücü tərəfi yeyilməsi var adcana. O da Yüngül var, problem var, deyil. üzlük zat lazımdır çəkdirmək. Onda Pultu, podyomniku belə şeylər bəli, yoxdur. bəli, var. Qapılar pultla. Bəli, bəli, pultlandır. Pult bağlayıb açır. Qiymətini də deyin də bizə. Qiymət 3500. Endirim nə qədər? Endirimdə olar da bir 100 manat çıxaram. Hara gəlsinlər görmək istəyən? Göyçay rayonu. Uğurla- Fərq eləmir, Göyçay rayonunda görüşmək olar. Harda istəsə Göyçay rayonu. Uğurlar arzu edirəm. Sağ qardaş. olun, sağ olun. Siz də sağ olun.
Bu gözəl qardaşımız 2 dənə maşın gətiribdi satmağa. Qardaş Allah xeyir versin. Sağ olun, sağ olun. Bu hər ikisi də sizinkidir yoxsa? Bəli, bəli. Buyurun 06'mız haqqında ilk öncə məlumat verin bilək 06-nın necədir? ili 89-dur. Motor 011, karovka 4. Maşın ideal vəziyyətdədir. Bugünkü günü heç bir xərc tələb eləmir. Yəni maşının üstü necə, altı da elə. Nə vaxtdan sizindir 06? Yəni mən alıb satıram. Hər ikisi satış üçün alınan maşınlardır. Yəni yalandan deyim 5 ildir, 10 ildir məndədir. Yəni Yox, satıram. təmizin demək lazımdır Bəli, ki, bəli. izləyici də bilsin nəyi var, nəyi yoxdur. Bəli. Alandan sonra 06'mıza xətt çəkmisiniz. bəli, bəli, çəkilir. Nələr düzəltdirmisiniz? Maşının 4 dənə təzə təkər vurulub altına, periodolu yığılır, lavoy kolonka dəyişilib. Yəni xərcləri ödənilib də, bugünkü günü 1 manat belə xərci yox. Yəni sınaqdan keçirdirsiniz alandan Bəli, sonra, onu demək Bəli, istəyirəm. bəli, bəli. Bütün Mühərrik rasxodları 06'dır bunlarda. 011. 011'dir. Necədir mühərrik? Mühərrik əla vəziyyətdə. Yağ azaltma, səs. Xeyr. Yəni qısa müddətdə yağ azaltmanı bilmək olur. Olur. Yağ yağan maşından rahatı bilinir. Yəni, siz artıq uca öyrəşmisiniz. Mən məsəl üçün alsam bilməyəcəm ki, bu yağ yeri yoxsa yox. Karobkada vəziyyət necə? Karovkada atma yoxdur, karovka Dörddür? 4'dür, bəli. Diperdə Diperdə səsi yoxdur. Pol necədir? Üstün necə görsən polu da elə talsovqalanıb. Öz poldur mu yoxsa dəyişilib pol? Yox, öz poludur. Maşında opşi yağlanıbdır. Yəni bugünkü günü heç bir xərci yox. Peredokun səsi büyük. Heç bir xərci yox. Təkərlərdə istəyirsiniz təzə Bəli, almışsınız. Dəyişənlərin də deyin də bizə. Dəyişən yox. Zavoddan Bəli. gələnlərdir. Kraska Nəcə? maşını 06 olasan dəyişməyəsən. Olur da, bəzi maşınlarda baxır. Hazırda sahibinə. kosmetik iş yoxdur. Xeyr, maşın kraskalanıb uzboy. Aynalar yaxşıdır. Bəli, şüşələr podyomnikdir. Önlər yəqin ki. Bəli. Qırıq çatda yoxdur Xeyr. aynalarda. Şitdə vəziyyət necədir? Yoxdur çatı. Xeyr, çatı yox. Oturacaqlar da yaxşı. Sidenalar da gəlir. yığılıb. Qiymətini də deyin bizə. Qiyməti 4900-ə deyirəm, alan olsa razılaşarıq. 4.9-a bu Bəli. maşınımız. Görmək istəyən hara gəlsin? Görmək istəyən Ağdam rayonu. 06'mız, 07'miz. 2008 dili. Karovka 5. Diperdə yüngül səsi var. Yəni maşın bugünkü günü xərci yoxdur da, gözlə görə biləcəyin xərci yoxdur. Bütün rasxodları ödənilib. Yəni diperdə biri var şirin səs olar, yəni 60 ilə 80-dən arasında cüzi səsi var. Yəni 90-112-dən sonra itir. Dəyişməyə hələ ki ehtiyac yoxdur. Xeyr, belə sürmək olur. Motorda yağ azaltma Motorda deyirsiz. kaplı yağ azaltma yoxdur. Yığılmış olar hə motor? Motor bəli yığılır. Yəni bugünkü günü heç bir xərci yoxdur. Təkərləri normaldır. Bir dənə maşında sağ arxa krilo dəyişib. Detallardır. Bir dənə dəyişmə var. Bəli, sağ arxa krilo dəyişib. Polda vəziyyət yaxşıdır. Üstü necə polu da elə. Peredokun səsi küyü Peredokda səsi yoxdur. Hamısı yaxşıdır. aradan qaldırılıb, bəli. Öncə kraska vurulub da yəqin ki maşının Bəli, kraskalanıb, maşın kraskalanıb. kraskası var. Hazırda kosmetik iş yoxdur ki. Xeyr. Aynalar ön aynasında sədəf boyda bir dənə çıxlar Bəli, o var. daş çıxıb dəyibdi. Şiddədəki çatlar var görürəm. Bəli, onda gün çatladı. O Maşının qıracaqlarda piyanar vəziyyət maqnitofon, necə? altı kolonka, sidenalarda radmoyos tıxollarıdır. Bir də cüzi söküyü var. Yəni o da 2008-dən gələn maşındır da. Səs sistemi bahalıdırmı? Belə də altı kolonka piyaner maqnitofon 3800-lükdə usulü. Normal bir. Normaldır, bəli. Pultu podyomnikimin nəyi var? Qapılar putlandır, şüşələr əlinləndir. Qiyməti neçə? Qiyməti 6000-ə deyirəm, alan olsa razılaşarıq. 6000. Bu maşında Ağdamdadır. Bəli. Ağdam deyəndə Quzanlı qəsəbəsindən yox, sarı gəlsinlər. Bənövşələr qəsəbəsi. Uğurlar arzu Çox edirəm sağ ol. qardaşım. Siz də sağ olun. Əməl, Allah bazar versin. Çox sağ olun, 07 maşınınızı satırsınız. sağ olun. Buyurun məlumat verin bilək necə maşınımız? İli 1994. Motorunda problem yox, qarabkasında problem yox, mostunda problem yox. Nə vaxtdan sizindir maşın? 5 ildir məndə. Etibarlanma yoxsa format olunub? Aformut olunub. Hə, çox gözəl.
Maşınınızın mühərriki 03-dür. 03 motordur, bəli. Necədir mühərrikin vəziyyəti? Şükür, yaxşıdır. Nə vaxt yığılıbdı? 5 il bundan qabaq. Siz yığdırmısınız yoxsa sizdən qabaq? Alıb yığdırmış. İndi necədir? Yağ azaltması nə qədər? Heç nəyə yoxdur. Mühərrikin səsi yaxşı. Yaxşıdır, bəli. Xodlayıb baxa da bilərik. Korobkada vəziyyət Korobka da yaxşıdır. 4-dürmü? 4-dür. Atma səsi yoxdur. Heç nə. Difer necə? Diferində də səs yoxdur, tapılır. Polda çürük necə? Yoxdur. Polda təmiz. Özününkidirmi görən yoxsa dəyişilib? Özününkidir. Danqrat yerlərdə varmı? Bəli, hamısı yerindədir. Peredokun səsi necə? Səsi küyü. Yoxdur. Təkərlər yaxşıdır elə bilim, ha? Bəli. Eynidirlərmi? 4-dür Bəli, yoxsa yaxşı. fərqlidir? Fərqlidir. İkisi birdir, ikisi bir. Önlər fərqli, arxalar fərqli. Bəli. Maşınımızın dəyişilənlərini də deyin də bizə. Məndə olandan heç nə olmayıb, yalan deyirəm. Yəni 5 ildir məndədir. Qapı, kril, kapot Heç nə. dəyişilməyib deyir. Məndə Sizdə. olan 5 ildir məndədir, dəyişib. Sizdən əvvəl necə? Vallahi onu deyə bilmərəm, yalan deyirəm. Hazırda da elə bilən müəyyən yerlərində kosmetik işləri var. Müəyyən cüzi, partlayan yerlər, moyka atan yerlər var. Aha. Aynalarda vəziyyət necə? Ön aynasında ləkələr var, amma qırıq-çat yoxdur elə Yoxdur, bilirəm. yox. O çərdən ləkələr də var, beçər. Şitin üstü də bağlıdır. Yəqin ki, çatlar var. Heç, yox. Özüm günə görə qoymuşum. Aha, çat yoxdur ki. Xeyr. Olmaz sən. Oturacaqlar dəyişdirilib. Nədir onlar elə? BMW-dir. Dəri salondurmu? Dəridirmi yoxsa? Bəli. Cırığı söküyü yoxdur ki. Yaxşıdır. Yaxşı deyəsən, yox. Müəyyən Ay, yerlərində var. Kənarlarında əsas Kənarlarında yerində yox, yox. kənarlarındadır. Kənarlarındadır. Əsas yerində heç nə yox. Önləri, arxalar özününkidir. Aynalar düymə ilə qalxır, yoxsa əllə qalxır? Əllə. Pultu var, Var. qapıları bağlayır. Qapıları bağlayır bəli. Qapıda, bagajda hamısı. Qiyməti neçədir maşınınızın? Qiyməti 3-2. 3200-ə deyirsiniz. Bəli. Son fikir 3-dür. Bəli. Hardadır maşınınız? Görmək istəyən hara gəlsin? Füzuliyə. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun. Çox Siz də sağ olun. sağ olun. Qardaş, Allah xeyir Allah versin. köməyiniz olsun. Sağ Dolon olun. bir maşını satırsınız. Bəli, satıram. Buyurun məlumat verin bilək necə maşındır? Super maşındır. 2 ildir bizdədir. İlə 85-dir. Detalların çoxsu özünündür. Qabaq krellər falan özünündür. Salon səliqəlidir. Təkərləri təzədir. Nömrəsindən tək 800 manat pul vermişik maşının. Ay maşallah. Nə belə də qiymət 3500 manat deyirik. Real alıcı ilə inşallah razılaşmaq olar. Sənəd nədir? Etibarnamədirmi yoxsa format olunubdurmu? Yox, yiyəsi tanışdır. General Nedavinçdən bizdədir. Alıq-satıqda yəni problem olmayacaq? Xeyr olmayacaq. Bütün sənədlərdə qaydasındadır. Alandan sonra da xərc çəkirsiniz. Alandan sonra da çalan xətt çəkmişik. Mühərriki deyirsiniz nədir? 011? 011-dir, bəli. Necədir mühərrikdə vəziyyət? Super. Yığdırmadınız. Yox, yığdırmamış. Yağ Yəni azaltma- superdir. Yox, yağ Yağ azaltması azaltması qəti yox. ola bilməz, mümkündür. Səsi də yaxşı gəlir. Superdir. Korobka necə? Korobka 4.19-dur. Atması səsi Yox, yoxdur. yox, Mossa da səs yox. Difer də yaxşı. Yox. Pol necə? Qəşəngdir. Öz poldumu? Dəyişilirmi pol? Yox, dəyişilir. Danqrat yerləri var. Qəşəngdir, hamısı qəşəngdir. Peredokun səsi küyü necə? Yox, heç nə, maşında problem yoxdur ümumiyyətlə, heç bir problem yoxdur. Allah eləsin olmasın. Təkərlərdəki yaxşıdır. Təkərlər superdir. Arxalar biraz zəifdir, önlər qəşəngdir elə biləm. Ümumiyyətlə maşında var ha, bir dənə də problem yox. Tapılan problemə 100 manatdan pul keçərəm. Tapılan problemə, xırda bir problemə 100 manatdan pul keçərəm. İndi elə deməyək, burada alıb satanlardan bir ikisini çağırsaq 50 dənə problem Ata tapar. o xırdaçılıq o heç də. Nə o xırdaçılıq deyir, salafon maşını alırsan salondan götürüb üstünə Orada pulu da qoyursan. problem olur. Hə. Maşınımızın detallarından hansı qalıbdır? Bilinirmi yoxsa? Qabaq krellər özündür, dal krellər özündür. Yəni Bunlarda maşın adətən krel pet çürüyərdi. yox, bu maşın baxımlı maşındır. Bu maşın ikinci yiyəsi bizik. Gözəl. Hazırda kosmetik iş yoxdur. Yox, kosmetika ehtiyacı yox. Aynalar təmizdir. Təmizdir, qəşəng. Qırıq çat, şit daxil yoxdur. Yox. Qəşəng. Şitdə elə bilən bir-iki yerində çatlar var. İşdə, 06 şiti qoyulubdur. İşdə 06 şiti. Zövqə görə qoymuşuq. oraya. Oturacaqlar yaxşıdır. Yaxşıdır, normaldır. Pult podyomniki yoxdur. Pul sistemidir, podyomki yoxdur. Qiymət də dediniz. Qiymət 3500, razılaşmaq olar. Bütöv 3000 sayan olsa, Danışmaq olar. hara gəlsinlər? Sabirabada. Uzaq yol gəlmisiniz. Buradan da Sabirabada salam göndəririk. Təşəkkürlər, çox sağ olun. Təsadüf gəlirlər oradan bizim bazara. Bəli. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun, təşəkkürlər, sağ olun. Siz də sağ olun. Sağ olun. Qardaş Allah xeyir versin. Çox sağ ol. Mercedes
Mercedes 124 Kuza, Yeşkadır, ili 93'dür. Buyurun, buyurun. 6 ildir məndədir. Hündür maşın alandan gətirmişəm satmağa. Lap yaxşı. Maşınımızı alandan sonra xərc çəkmisinizmi? Yox, hələ əlimi vurmamışam. Bir dənə benzin yağ, vəssalam. 4 dənə təkər almışam. Mühərrik verisi nədir bunlarda? 2.8 benzin. Benzin mühərrikdir. Bəli. Yanacağı nə qədər yandırır? Trasda yandırır 8, küçədə elə bir şəhərdə yandırır 10-11. Maşınımız səliqəli qalıbdır. Deyirəm yəqin benzin çox yandırır ki, işlədir. Yox, mən bunu həvəs almışam, elə saxlayıram. 460 mindir səhv eləmirəmsə, probek göstərir. Bəli. Nə qədər düzgündür bilmirəm. Yox, tam nə var odur. Lap yaxşı. Kondisioner nə qədər, hamısı koca salon. Mühərrik yəqin yığılmış olar. Əl də vurmamışam. 6 ildə mən əl vurmamışam. Yağ azaltması, səsi, 1 millidir. karabkası mexanikadır. Bəli. 5 olur önə. 5'dir. Yaxşıdır, atma səsi yoxdur ki. Yox, 1.40. Difer necə? Səs eləmir. Bu maşında bir dənə defekt yoxdur. Polda çürük, pas, yaxud arası dəyib dağlar. Zərrə qədər yoxdur. Peredokda vəziyyət necə? Hamısı Səs yoxdur super. ki. Superdir, superdir, superdir. Tərifləyirik, izləyicilər də birdən görsəm, deyək qardaşımız da mənim izləyicimdir. Lap gözəl, lap Deyir gözəl. orada çox tərifləyirlər. Sözümün də dalındayam. Gələnin də yol pulsunu verirəm, qaytarıram əgər dediyim çıxmasa. Təkərlər də normaldır. Hə, super. Disklər dəyişilir, Öz hə? baba. Özüm aldım 750 manat almışam diskləri. Diskləri. Bəli. Qəşəng. Maşınımızda dəyişilən onsuz da bilinməyəcək, hə? Maşını öz keyfimdən bir dəfə parlovka atmışam, məsələn. Kraska da hətta vurulmuş deyirsiniz. Ha, yox. Özüm parlovka atmışam. Yox, zavodun kraskasıdır bu. Yox, yox, özümdə kimsə kraskadan mən də parlovka Hə, atmışam. hə, belə deyin. Nə Yox, var dedim orada? yəqin ümumiyyətcə kraska dəyməyib. Aynalar necə? Aynalar yaxşıdır. Aynen təmizdir. özünündür. Qapılar nömrəsi ilə özünündür. Düymə ilə qalxır mı aynalar, yox səllə? Qabaqlar hə, amma dallar şeydir. Kondisioner olan maşındır bunlar. Bəli, bəli. İşləyir. O da işləyir hər şeyi. Qəşəng. Rolu şarla, şeylər şarla, torped şarla. Təhlükəsiz işarələr Hə, var. bəli, bəli. Oturacaqlar dəridir. Özününkilərdir mi, yoxsa sonradan Özününkilərdir. qoyulubdur? Təmiz dəridir. Bir dənə sürücü tərəfdə zədə görürəm. Hətta o da bütün Çünki Mercedeslərdə elə bir düşüb şey. çıxdıqca nə olsun, Xəssiyyətdə, oraya xəssiyyətdə o. Şimdi maşınımız pis maşına oxşamır, yaxşı maşındır. Sadəcə olaraq ili çox elə biləm ki, bəs İli də indi ili elədir. ilinə görə maşınımız. Qiymətini deyin də bizə. Qiymətin də sonu 8500 manat deyirəm. 8-5-ə, Bəli. daha ondan aşağı yeri yoxdurmu? Qətiyyən. Bəlkə izləyicilər zəng gələsin, bir razılığa gələsiniz. İndi ondan aşağı indi sizin xətrinizə bir 5 manat. Yox, məcbur eləməyək də. Biraz endirim olar. Maşının yanında. Gəlsinlər, danışsınlar. Bəli, bəli. Hara gəlsinlər, hansı rayona? Gəlsinlər Quzanlıya, Kapital Bankın yanında mən həmən dəqiqəsi mən gələn adamları qarşılaya bilərəm. Ağdam rayon ərazisi. Bəli, bəli. Kapital sentrdə Kapital Bankın düz yanında. Uğurlar arzu edirəm qardaşım Çox sizə. sağ olun, var olun. Mən də çox şad oldum, minnətdaram. Siz də sağ olun qardaşım, çox sağ olun. Qardaş Allah bazar versin. Sağ ol. 06 maşındır sizinkidə. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? Karovka 5, ili 95. Dəyişən detalı bir dənə qabaq tərəfdə qırılıb. Sizdə nə vaxtdandır? Bizdə hardasa 2 aydır. 2 ay içərisində ancaq bir dənə krelin dəyişməyini mi bildiniz? Bəlkə çox dəyişiləni var. Xeyr, dəyişəni yoxdur. Yəni bir dənə alan adam, satan adam dedi bir dənə krel dəyişibdi, üfs yox. Yəni ondan sonra dəyişən detalı yoxdur. Bir də Karovka 3-dən atır, üfs yox. Qalan heç bir şey yoxdur. Dolu Mühərrik? maşındır. Mühərrik 06-dır. Mühərrik bəli 06-dır, Niva balındandır. Yəni belə. Necədir? Yağ azaltması səsi? Xeyr, heç nə yox. Bəs nə yaxşı tez satası oldunuz? Yoxsa alverinə başlayırsınız? Xeyr, alverin eləmirik. İnşallah qismət olsa lap daha yaxşı maşın almaq Yoxsa istəyirik. bunu öyrənmək üçün almışdınızmı? Bunun üstündə Xeyr, öyrəndiniz? xeyr. Hə. Karobka necə? Karovka yaxşıdır, prosto üstdən atır. Bir dənə 3-dən 5 Bəli, mi, üst 4 yox. mü? Karovka 5-dir. Dəyişilib, hə? Yəqin ki, Bəli. bunlarda 4 gəlir. Diferdə səs yoxdur. Yoxdur. 6 necədir polo? 6 yaxşı. Çürüyü, pası. Yoxdur, heç nəyi. Danqrat yerlərdə varmı? Xeyr. Yox, yəni danqrat yerləri var deyirəm. Hə, var. Yəni elə bunu sürüyü deyirsiniz. Peredokda vəziyyət necə? Yaxşıdır, superdir. Heç nəyi Səs yoxdur. küyü yoxdur. Xeyr. Ön təkərlər elə biləm zəifləyibdilər. Valla 4 təkərdə hamısı yəni eynidir, sürüləsidir. Hələ ki işlətmək olar, hə? Bəli. Dəyişilən dedik, kosmetik işi yoxdur. Xeyr, kosmetik işi yoxdur. Maşınımız yaxşıdır. Aynalarda vəziyyət. Qırıq çatı yoxdur ki heç birində. Xeyr.
Əldən qalxır aynalar, yoxsa düymədir? Əlləndir. Pult var Pult maşında? sistemidir, bəli. Pult sistemidir. Şiti elə biləm təzədir, ha? İşte bəli, təzədir, təzə qoyduq. Qırıq çat yox, sükan Xeyr, dəyişilibdir. Sükan dəyişilib, bəli. Oturacaqlarda vəziyyət necə? Oturacaqlar hamısı salamat. Cırığı, söküyü yoxdur. Olmasın. Qiymətini də deyin də bizə. Qiymət 5100 manat. 5100-ə deyirsiniz. Bəli, deyirik. İndi alıcı olsa razılaşarıq. 4-7-yə, 4-8-ə istəyən olsa Xeyr. verməzsiniz. Ən son yeri 4-9. Hara gəlsinlər? Mingəçevir şəhəri. Uğurlar arzu edirəm. Çox sağ olun. Siz də sağ olun. Hətta əlavə deyirsiniz aparatura sistemi də var. Bəli, bəli, Bahalıdır aparatura yoxsa? sistemi. Yəni o sili teldir. Bir də 6 dənə kolonkadır. Təxmin nə qədər? 500 manat Maqnitofon eləyər? bahalı. Bəli, bəli, 700 manat. Maqnitofon bahalı maqnitofondur. Allah alana da satana da xeyir versin qardaş. Amin. Sağ olun. Sağ olun. Amma Allah bazar versin. Sağ olasın. Prigoradı maşınımız. Hə, hə. 21.70. Qardaş, illərdə bunu? Ya, almaq istəyənlər də 2007. gəldi. Ay maşallah. Hə, kimi 7? Ayağımız yüngüldür, baxırlar. 7700-ə. 7 yarıma bunu vermə alır ha. Hı? Yox, 7 yarıma. Yaxşı təklifdə 7200 manat endirimdir də. Yox, 100 keçərəm də. Da 100 keçmək istəyir. Kapalı açmağa köye bunu. Aç qoy baxsınlar. Nağdı burdadır, nağdı bunlar burdadır elə. Qoy görək, qardaş bəlkə də elə alası oldu. Qardaş elə prior axtarsan. Bəli, bəli, ancaq piriyor. Sən o nətərdir? Bax gör. Bu bahaq da, bu bahaq görək. İli 2007 deyir. Hə, kimi 7-dir. 8-ə deyirdim, düşmüşəm 7-7-yə, biraz da yenərəm. Motor zadı, karokasadı. Qəşəkdir. Yağ yemir motoru. Özü də Kəlbəcər maşını. Hə, özü Kəlbəcər. Buyurun, elə siz ona kimi məlumat verin, görək necə maşındır. Qoy elə bu izləyicilər də bilsin, alanlar da bilsin. Motoru yaxşıdır, yağ yemir, karokkası yaxşıdır, təkər, nizam. Nə vaxtdan sizdədir? Bizdə 4 aydır bizdədir. Nə tez satası oldun? Ondan qabaqda problem var ona görə. gedir ona görə. Hə, elə. Mən dedim yəqin alverinə başlayırsan. Yox, uşaq almışdı, indi satmaq istəyir. Hə. Ehtiyac. Alandan sonra nə xərc çəkdiniz, nələr düzəltdirdiniz? Alandan sonra krasveşin görülür. Kraska vurulub maşınınıza. Kraska vurulur. Çöldən çöl hissəsi. Motorunu heç yığdırmamısınız? Yox, motordan. Maşınınız nə qədər sürülüb bilinir kilometrajı? Yox, baxmamışım amma Hə, baxarıq, eybi yoxdur, qoy qalsın, baxarıq. Əsas odur motorda yağ azaltma səsi olmasın. Yox, səs yoxdur, azaltma yoxdur. Motor yaxşıdır. Korobkada vəziyyət necə? Karokkada da yaxşıdır. Atması yoxdur ki. Yox, yox. Peredokda səs-küy necə? Yox, peredok da yaxşıdır. Peredokda yaxşı. Təkərlər normalını. Hə. Altı necə? Çürüyüb, pası. Yox, heç. Altı da üstü kimi. Dəyişilən dəyişsiz yoxdur ha? Hə, yox, yox. Kraska vurulub sadəcə olaraq deyir. Güzgülər dəyişilib. Hə, güzgülər təzə qoy. Şüşələr necədir? Şüşələr yaxşıdırmı? Hə, şüşələr yaxşıdır, qırığı Qırıq yox. çat yoxdur. Şiti təmizdir, eləmi? Hə, hə. Aynalar düymə ilə qalxırmı Hə, yoxsa? hə, şunaqdadır. Dördüdə yoxsa önlər? Gördü də. İşləyirlər. Hə. Kondisioner amma dəyişsiz yoxdur. Kondisioner yox. Oturacaqlar yaxşı. Hə, yaxşı. Qiymətini də 7700-ə deyirsiniz. Hə. 7 yarıma istədi vermək istəmirsiniz. Hə, şu deyil çıxdı getdi lan. Elə izləyicilərdən zəng gəlsə razılaşasınızmı? Hə, hə. Razılaş. Görmək istəyən hara gəlsin? Görmək istəyən hara deyir, orada gələrik, gələr də Tərtər rayonu. Yox, birdən zəng elədik, getdi Quba Qusara, aparasınız. Yoxdur, indi Yaxın ərazidə. Yaxınlaşarıq, hə, yaxın. Allah bazar versin. Hə, sağ olun. Sağ olun, sağ olun. Bu qaldıra bilərsiniz. Örtüm.